Azərbaycan teatr ənənəsini, Qərbi Azərbaycan yaddaşını və mədəni irsimizi yaşadan rəmzi bir ünvan. Həm sənət ənənəsini, həm də milli şuuru yaşadan, qoruyan və təbliğ edən İrəvan Dövlət Azərbaycan Dram Teatrı əsaslı təmir, bərpa və yenidən qurmadan sonra yenidən fəaliyyətə başladı. 1882-ci ildə yaranan teatr İrəvanda olarkən ilk illərində Mirzə Fətəli Axundzadənin Misyo Jordan və Dərviş Məstəli Şah komediyası ilə səhnə ənənəsinin əsasını qoyub. Tamaşa o dövrdə İrəvan Azərbaycanlıları üçün böyük mədəni hadisəyə çevrilib. 1988-ci ilin sonunda isə İrəvandakı Azərbaycanlıların deportasiyası ilə teatr Bakıya köçürülüb. İrəvan adını özündə yaşadan bəlkə də yeganə mədəniyyət ocağıdır ki, o Bakıya pənah gətirmiş və elə pənah gətirdiyi gündən də 1989-cu ildən bu teatr dövlətin qayğısını öz üzərində hiss eləmişdi. Bugün bax bu möhtəşəm binanın kollektivin istifadəsinə verilməsi məhz o ulu öndər siyasətinin bugün də ən yüksək səviyyədə davam etdirilməsinin elə bariz nümunəsi idi. 3000 kvadrat metrlik teatr binasının yenidən qurma layihəsi çərçivəsində teatr səhnəsi tam müasir standartlara uyğunlaşdırılıb. Əlavə kiçik səhnə yaradılıb, işıq və səs sistemləri yenilənib. Texniki infrastruktur beynəlxalq teatr təcrübəsinə uyğun qurulub. Teatr kollektivinin yaradıcılıq fəaliyyətinin yüksək səviyyədə davam etdirilməsi üçün hər cür şərait yaradılıb. Teatrı gəzdik, otaqlara, xidmət otaqlarına, məşq otaqlarına filənlərə baxdıq. Mən yaxşı mənada bir fəxrlıq elədim ki, burada yaratmaq üçün hər cür şərait yaradılıb, hər cür imkanlar yaradıb. Sizi inandırırım ki, bu teatrda olan imkanlar artıq bugün Azərbaycanın heç bir teatrında yoxdur. Bugün teatrın adı təkcə şəhər adını daşımır. O həm də bir xalqın yaddaşı, ruhu, ədəbiyyatı və mənəvi köklərinin rəmzidir. Teatr indi yenidən Azərbaycan milli dramaturgiyasının, həm də dünya dramaturgiyasının layiqincə təqdim olunacağı, eyni zamanda gənc istedadların yetişəcəyi bir sənət ocağıdır. Burada hər divar, hər səhnə, hər işıq Azərbaycanlıların teatr ənənəsinin, tarixinin və mədəniyyətinin hekayəsini danışır. Lalə Allahverdiyeva, Vüsalə Məmmədzadə, Elvin Qəhrəmanov, Fariz Şıxalizadə, ASTV Xəbər.